Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, belə bir inkubator düzəltmişdim əvvəlki videoma baxanlar bilər. Olmadı. Söktüm. Ona görə ki, bunun materialı baxın, belə bir yumşaq materialdan idi. Bilmirəm materialından idi bu. Nə oldusa, mutdalar 40 mutda xəbər verildim. İkinci dəfə yenə 40 mutda, yəni ümumilikdə 80 yumurta getdi. Axırda söktüm. Hər şey də düz idi, istiliyi, nəmliyi, amma bir neçə gündən sonra inkişaf dayanırdı. İndi belə bir şey düzəltmişəm. Bu bərk materialdır, baxın. Əlimi də yaralamışam, ona baxmayın. Belə bir kutu düzəltdim. Bunun içi ölçüsü dəqiq deyim, santimetromu tapayım. Bunun ölçüləri belədir. Uzunu 55 santı. Eni 45 santı. Yerdən hündürlüyü 38 santı. Amma iç ölçüləri əlbəttə ki, fərqlidir. Ona görə ki, bunun 2 santı yarıma qədər qalınlığı var materialının. Şimdi iç ölçülerini de göstereyim. Telefonu tutabilsem. Tripod niye yıkılıyor bilmiyorum. İç ölçüleri. Ki təmizi 50 santı uzunluğudur. ...39 santı enidir. 40 fikirləşmişdim, neyse. 36 santı da dərinliyidir. İçinin dərinliyi. Şimdi bunun ışıqlarını, nə bilim, ventilyatorunu, nəylərinsə qoşum, hamısını düzəldim. Buradan da bir pəncərə qoymuşam baxmağa. Adi şüşədir. Akışqa şüşəsindən. Qapağı da var üstünün. Qapaq da öz materialından tapamadım. Belə bir ağ qapaq tapmışam. Şimdi başlayaq bunun elektrik işlərini. Elektrik işlərindən ötürü dostlar bizə lazım olan bir dənə belə bir termokontroller. Temu'da 6-7 lirə ucuzdur bu. Bu da elə 7-8 lirə ancaq olar. Temperatur ölçəndir, həm də nəmlik ölçür. Bu məndə çoxdan var idi. Bu da ucuz deyil, 10-15 lirə. 220 voltu 12 volta döndərir. O da nəyə lazımdır? Baxın. 2 dənə belə ventilyator almışdım Temu'dan. Bu ventilyatorlar 12 voltla işləyir. 8 santını 8 santiyə deyim uzunu. İndi başlayaq. Bir dənə də belə 100 watt ölçüsündə bir lampamız var. Lampanın indi buradan qadron yerini. Pəncərə qarşı tərəfdə qalıyor, o bir tərəfdə. Pəncərənin tam qarşı tərəfinə lampayı buralara bir yerə ortalama tutturacağım. Həm en ortalamasına, həm də hündürlük ortalamasına. Təxminən buraya gəlir. Bunu tutturam, yerini deşeyim. Ya da bunu şuradan alacağım. Bir de var. Bir de beni. Lampanın yanına bakıyorum. Bir bakayım.
Dostlarım, ben arada eşiğe gittim. Otumuz var idi, ot biçmişdim. Onu yığmağa ki yağış gelir. Böyle bir şey düzelttim bakın. Yeter göstereyim. 2 tane ventilatör koydum. Lampuçkanın yanına. Buradan da aksukadan da görünecek bakandı. Şimdi buradan da şunurunu çıkartmışam, ventilatörlerin şunurdu bunlar. Buraya da lamps koyup şunurunu bağlayacağım indi. Bu bağlantıları inleyek. Bunlarda alınmayan, düzeltebilmediğim inkubatorda koşmuştum diye daha bir de geri açmamışım. Açsam mı yoksa açayım, rahat işleyeyim de bunları ayırayım. Bunları birbirinden ayırdım. Şimdi bu buralara bir yere yapışacak. Böyle buraya yapışsın da. Yapışkanımız da kızdı. Bu burada dursun. Kontrollerden çıkan şunudu. Lampiye koşulacak. Bunları böyle yapıştırdım. Bunu istedim bunun beraberine yapıştıram. Onda da bu şunur çatmır. Ventilatörden gelen kırmızılar müsbet şunurlar. Bu da ventilatörden gelen menfi şunurlar. Bu da bu aparatın özünü işleden 220'den gelen şunurlar. Dostlar, şimdi bakın bu toka koşulacak. Bu şunurun bir ucu gelir. Buradan bölünür. Bu aparata gidiyor kontrollere. Kontrollerden çıxır, lampiyə gedir. Bir tərəfi də, yəni bir haçası da bunu bölmüşəm, burada 2 tərəfə gedir. Şunurun biri gəlir, 2 yerə bölünür. Bir tərəfi də bu 220 12 volt eləyən aparata girir. Çıxışdan da 12 volt çıxır, bu da ventilatorlara gedir. Amma bu yuxarıdakı aparat, bu termometr, özünün içində elementi var, onunla işləyir. O toka qarışmır. Yəni mən indi bir dənə bu şunuru toka taksam bunun hem eyni vaxtda ventilatorla işləyəcək, ikisini beraber qoşmuşam. Hem de bu kontroller işləyəcək, lampuçka lazım olanda yanıb keçəcək. İndi bir dənə yoxlayaq. Mən lampuçkanın altına gətireyim su qoyum.
Belə bir qabda su qoydum. Tam lamskanın altı baravarına qoyacağım suyu. İndi bu şunlar, bunların biri. Bu nəzik şunur. Ucu nəzik belə dəmir var ucunda. Bu termokontrollerin daçkidir. Məlumat ötürücüsü. Bu ucu yekə qarı olan da bu uzun şunur. Burada yığmışam şunuru çox uzundur. Termometrimdir. Bu dəqiqə içərinin temperaturu 22,8 dərəcə, 44% də nəmlik var. İndi bunun qapağını da, qapaq da hələlik bunu tapmışam görüm. Beləsi materialdan tapamadım bu rəng olandan. Eni biraz nəzik gəlir, amma problem deyil, açıq qalmır əsas. Uzunu çox uzundur. Qəbərtdən qırağa çıxır. Bu da balqon olsun. Bu da bir belə qırağa çıxır qəbərtdən. Baxın. Balqon olsun o da. İndi biz daçiklərimizi bu qapağın içindən içəri salaq. Qapağın ortasından. Törkə ilə bir dənə dəlik açayım buradan. Birini də biraz yanından dikeyim. Qoşaq görək indi nə göstərir. Daçiklər biraz. Niye keçdi? Dostlar, lampada boşluq var. Mən bunu düzəldim. Dostlar, bunu qoşdum. İşləsin görək nə tərdir. Tam lampanın altında da su qoymuşam. Daçikləri biraz aşağı indirsəm mi yoxsa? Neyse, belə yaxşıdır. Biraz işləsin. Görüm nə göstərir. Dostlar, bunu qoşmuşam. İndi biraz işləsin. Bir hardasa yarım saat, bəlkə də 1 saat işləsin. Bu nəmlik faizi özünü düzəltməlidir, kalibrovka olmalıdır. Öz-özünə düzəlməlidir. Nəmlik içinə su qoymuşam. İndi neçə minutda gedər buna, nə bilim, bir 40, bəlkə də 50-yə yaxın gedər, bilmirəm. Qırx dənə getsin, gedər 50-yə yaxın gedər. Bu biraz işləsin. Görək nə göstərir. Hələ ki özünü yaxşı aparır, nəmlik getdikcə artır. 50-55%-ə qədər artmalıdır nəmlik. İnkubatorun temperaturu 38 indi, amma bu olmalıdır 50-55 arasında nəmlik.
50-55% arası. Temperatur da 36-38 arasında belə dəyişməlidir. Bu kontrolerdə 35'te yanır, 36 derecede keçir. Keçməklə biraz da lampanın istiliyi qalır içində. Baxın 36 qoymuşam, hələ 36 2-yə qalxdı öz-özünə. Burada da 37-8 göstərir. Dostlar, mən dünən axşam o əvvəlki kutuyu, videonun əvvəlində göstərdiyim kutuyu söktüm. Adi kardon qarovkadan düzəltmişdim. Onda da nəmlik dərəcəsini aldıramadım. Nə qədər elədim, 35%-dən yuxarı çıxmadı nəmliyi. Söktüm, indi də bu materialı tapdım mənim gildən, indi bunu düzəltmişəm. Yəni dünəndən bəri Abbasqulu bəyin nazından çox oynadım. Görək nə olacaq. Belə dostlar, bu videomuz da buraya qədər idi. Salamat qalın, gələn videomuzda görüşərik.